Salyan rayonunda 1965-ci il təvəllüdlü Bəkir ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşı Mələyə bıçaqla xəsarət yetirib. Hadisə 2025-ci il martın 9-da rayonun kəndlərinin birində baş verib. İstintaqa görə saat 16 radələrində evin həyətində tərəflər arasında mübahisə yaranıb. Rəsmi boşansalar da eyni evdə yaşayan cütlük arasında dava zamanı Bəkir əlində olan bıçaqla Mələyin bədəninin digər nahiyələrinə zərbələr vurub. Cinayət Məcəlləsinin qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham olunan Bəkir özünü təqsirli bilib. O ifadəsində bildirib ki, mübahisə zamanı əlində mətbəx bıçağı olub. Bu zaman Mələk onu tutturacağını deyərək hədələyib və onu itələyərkən bıçaq təsadüfən qadına dəyib. O deyib ki, öldürmə niyyəti olmayıb. Lakin əsəbləşdiyi üçün Mələyə saçından tutaraq yerə yıxıb, sürüyüb, ona təpik və yumruq vurub. Daha sonra könüllü şəkildə polisə gedərək hadisə barədə məlumat verdiyini deyib. Zərər çəkmiş Mələyin sözlərinə görə isə hadisə günü evə qayıdarkən Bəkir onu görən kimi səni öldürəcəm deyərək bıçaqla hücum edib. Əvvəlcə sağ çiyninə zərbə vurub, sonra saçından tutaraq yerə yıxıb və sürüyüb. Yerdə olarkən boğaz nahiyəsinə bıçaq vurmağa cəhd edib. Lakin Mələk qolu ilə zərbəni dəf edib və dirsək nahiyəsindən xəsarət alıb. O bildirib ki, Bəkir yerə yıxıldıqdan sonra da dəfələrlə bıçaq, yumruq və təpiyi ilə vurub. Ağır xəsarətlər alan qadın 25 gün xəstəxanada müalicə alıb. Salyan rayon məhkəməsinin hökmü ilə Bəkir 7 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, adlar şərtidir.